Ədliyyə Naziri cənab Fərid Əhmədov, Ədliyyə Nazirliyinin İcra Baş İdarəsinin rəisi cənab Vidadi Məmmədov, Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə hökm və qətnamələrinin icra olunmadığına görə və 4 ildən artıqdır ki, məhkəmələrdə xeyrimə qətnamələr olduğu halda süründürüldüyümə görə etiraz edirəm. Ombudsman Səbinə xanım, hüquqlarımın qorunmadığına görə sizə etiraz edirəm. Milli Məclisin sədri və deputatları, Azərbaycan Respublikasının konstitusiyası, qanunları tapdalandığına görə, hüquqlarımın qorunmadığına görə etiraz edirəm. Azərbaycan Respublikasının əmlakını, sərvətini talayan Ekologiya və Təbii Sərvətlər Nazirliyinin məmurlarına etiraz edirəm. Ekologiya Nazirliyinin su hövzələrində bioloji resursların artırılmasının rəhbəri Firidun Əliyevin qanunsuzlarına və Kiçik Qızılağac balıq artırma təsərrüfatının rəhbəri Abbasov Dadaş Nasifoğlu'nun tasmasını tutan ekologiya məmurlarına etiraz edirəm. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə və hökm qətnamələrinin xeyrimə olduğu halda icra olunmadığına görə, süründürməsiyə məruz qaldığıma görə, bütün dövlət qurum rəhbərlərinin qabulunda olduğum halda heç bir nəticəsi olmadığına görə, bütün dövlət qurumlarının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin özbaşınalığına, qanun tanımamazlıqlarına, göz yumduqlarına görə, səssiz qaldıqlarına görə etiraz edirəm və etirazımı məhkəmə hökm və qətnamələrinin qabağında öz qanunla etiraz edirəm.